Biz ilk öncə nəyə baxmalıyıq? Baxın, bunlar qarşılıqlı bucaqlardır. Alfa, alfa. Yəni bu bucaqlar bərabərdir. İlk öncə düzbucaqlı üçbucaqdan bura bir y qoyum. YC-ni tapaq. YC-ni Pifaqor teoreminə əsasən tapa bilərik və ya da bu 3, 4, 5 üçbucağı var, misr üçlüklər. Deməli, y-imiz 4-dür. Bura 4 yazırıq. Y 4-dürsə, biz indi kosinus alfanı tapaq. Kosinus alfa bərabərdir. Nə idi? Bitişik katetin, yəni alfanın 4-ün, yəni alfaya bitişik katet 4-ün hipotenuza nisbəti, yəni 5-ə nisbəti. Kosinus alfamızı tapdıq. İndi A, B, Y üçbucağında kosinuslar teoremini tətbiq edərək AB-ni tapaq. Yazaq A, B-nin kvadratı bərabərdir. 6-nın kvadratı üstə gəl, 10-un kvadratı. Çıxılsın 2 vurulsun, 6 vurulsun, 10. Vur, kosinus alfanın yerinə 5-də 4-ü yazacağım. Çünki kosinus alfamız 5-də 4. 5-də 4. A, B kvadratı bərabərdir. 6-nın kvadratı 36 və üstünə 100 gəlsə 136 çıx. Burada 5 ilə 10 ixtisar gedəcək. Burada 2 qalacaq. 2 vur 6, 12. Onu da 2-yə vursaq 24. Onu da 4-ə vursaq 96. O da bərabər 136-dan 96 çıxsaq 40 qalacaq. Yəni A, B bərabərdir. Kök altında 40. 40-ı da mən yazaram ki, 4 vurulsun 10 kimi. Burada 4-dən kök çıxacaq 2, amma ondan kök çıxmayacaq, kök altına qalacaq. 2 kök altında 10. Cavab 2 kök altında 10.